sərhədləri aşır, daşır, nə bilim, əylənmək istəyənlər onlayn yarışır, vuruşur, rəqiblər xal üstündə dalaşır. Həcər bacı da onlar üçün şeir qoşur. Yo. Mən şeir yazmasam yaxşıdır. Sabahınız xeyir olsun, əziz dostlar. Necəsiz? Ümidvaram ki, hər şey yaxşıdır. Görəsən, bugün burada kim var? Maraqlıdır sizə? Mənə də çox maraqlıdır. Amma əvvəlcə gəlin oyunumuzun şərtləri ilə tanış olaq. Oyunun şərtləri. Sualın cavabını ağ vərəqə yazıb, ekrana göstərmək. Suala ən tez cavab verən oyunçu qalib gəlir. Cihazı şəbəkədən ayrılan oyunçunun verdiyi cavab sayılmayacaq və oyundan kənarlaşdırılacaq. Vaxt bitəndən sonra verilən cavab qeydə alınmayacaq. Dostlar, salam. Salam. Hər birinizi salamlayıram. Gəlin birlikdə tanış olaq. Nahid Ağayev, Nihat Zülfüqarov və Nərmin Qəhrəmanova. Necəsiz? Çox sağ olun, yaxşıyıq. Siz necəsiz? Əhvalınız necədir? Yaxşıdır. Nərmin, səni də bir eşidək. Nərmin oyuna hazırdır, ona görə çox belə diqqətli oturub ki, birdən sual verərlər, cavabını tez yaza bilmərəm, hə? Bəli, Amma Nihat ancaq gülür, pozitivdir Nihat, hə Nihat? Yəni, demək olar, bəli. Birinci turumuzun ilk sualı belədir. Hazırsınız? Qələmlərinizi görmürəm. Avropa oyunları ilk dəfə harada keçirildi? Vaxt getdi. Harada keçirilib Avropa oyunları? Yadımıza salırıq. Nihat! Afərin sənə Nihat! Nahid, nə yazmısan göstər? Bir dəqiqə. Düzdür, sayılmayacaq, amma biz görmürük nə yazmısan. Tokyo. Nərminin deyəsən cavabı yoxdur. Nərmin, bilmirsən? Onda mən düzgün cavabı səsləndirirəm. Görək, düzgün cavabı kim verib? Bakı 2015. Təbrik edirəm. Sən birinci turun ilk sualının doğru cavab verənisən. Halaldır sənə. Keçid alırıq. İkinci sualımıza və ikinci sualımız belədir. Dünyada ən qısa müharibə harda olub və nə qədər davam edib? Vaxt getdi. Vaxtımız gedir. Aha. Nihat yazır. Yazır Nihat. Nərmin, sənin cavabın yoxdur. 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 Nihat, Bəli. hansı ölkələr arasında baş vermişdi? Birinci ölkə Fransa yazmışam. İkinci ölkə məncə İngiltərə. Dəqiq bilmirəm. 2 saat yazmışam sağlığında. Təəssüf ki, səhv cavabdır. Düzgün cavab isə belədir. Böyük Britaniya ilə Zənzibar arasında. Bilirsiniz nə qədər davam eləyib? 38 dəqiqə. Təsəvvür edirsiniz? Hələ ki Nihat qabaqdadır bir doğru cavabla. Üçüncü sualımız belədir. İlk dəfə Fransada istifadə olunan və xalq arasında Şotland qız deyilən alətin adı nədir? Vaxt getdi. Vaxtımız gedir, vaxt gedir. Fikirləşirik. Şotland qız adlandıran, hə? Kim bilir doğru cavabı? Biraz kömək eləyim. Bu edam aləti idi. Stop, vaxtımız bitdi.
Edam aləti idi. Heç kimin də cavabı yoxdur, hə? Edam aləti deyən kimi hamı qorxdu və rəqlərdi qoydu yerə. Nahid, nə yazmısan? Zəncir. Nihat, sən nəsə yazmaq istəyirdin. Nə yazmaq istəyirdin? Mən yazacaqdım, amma adı tam yadıma düşmədi. J ilə ya da G ilə başlayırdı. Baş kəsən bir alət var idi. Adamlar başlarını qoydular. Ay, nə, çox heyf. Çox heyf ki, sən cavab vermədin. Bu doğru cavab olacaqdı. Bəli. Bu alətin adı gilyotindir. Bilirdin, hə? Bilirdim, bəli. Amma Baş hərfini yəni, dedin. Bəli, bəli. Sadəcə olaraq unutmusan. Növbəti sualımız belədir. Marilyn Monroe'nun hər gün bu ətirdən istifadə edirəm deməsi ilə satış rekordunu vuran ətrin adı nə idi? Vaxtımız getdi. Tanıyırıq da Marilyn Monroe'nu. Dünya şöhrətli Marilyn Monroe. Stop! Vaxtımız bitdi. Chanel yazmışam. Və birinci cavabı, doğru cavabı Nihat verdi bizə. Afərin Nihat, afərin. Çox özündən razı belə arxaya oturdun, dedin, hə, bəli, bəli, bu mənə. Yaxşı, uşaqlar, birinci turumuz bitdi. Mən istəyərdim siz biraz özünüz haqqında bizə informasiya verəsiniz ki, harada oxuyursunuz, maraqlarınız haqqında biraz bilək. Nərmin, Bəli. danış görək, hansı məktəbdə təhsil alırsan? Masazı 5 nömrə. 5 nömrəli məktəb. Maraqların nədir? Bizə çox maraqlıdır ki, sən nə ilə məşğul olursan, dərsdən əlavə? Dərsdən əlavə. Mahnıya qulaq asıram. Sonra dərsdən başqa hər şey deyirəm yəni. Aha, yaxşı. Artıq neçənci sinifdəsən? 10-cu. 10-cu sinifdəsən. Yaxşı, bəs gələcəkdə planların nədir? Hansı sahə üzründə getmək istəyərdin? Müəllim olmaq istəyərdim. Müəllim, nə gözəl. Yaxşı, hansı fənn müəllimi olmaq istəyirsən? Riyaziyyat. Riyaziyyat çox çətin fəndir. Özündə güvən var? Bəli, təbii ki. Afərin. Nihat, sən də bizə bir Nihat. informasiya ver. Hansı, neçə nömrəli məktəbdə təhsil alırsan? Maraqların nədir? Mən də Masazırkən 5 nömrəli məktəbdə təhsil alıram. Deyən, bir dəqiqə. Sən də 5 nömrəli məktəbdə. Nərmin də. Bəli, Siz sinif yoldaşısınız. bəli. Danış görüm. Sən də riyaziyyatla məşğul olmaq istəyirsən gələcəkdə? Riyaziyyatla məşğul olmaq deməzdim. İqtisadiyyata marağım var. Marağım var yəni gələcəkdəki sənətimi onunla bağlı eləmək istəyirəm. Yəni biznes və yaxud bank işində işləmək istəyirəm. Nə gözəl. Dərsdən də idmanla məşğul oluram ev şəraitində. Aha. Bu qədər yəni. Hansı idman növü ilə məşğul olursan? İdman deyəndə yəni skateboardinglə məşğul oluram. Skate. Elə bir necə deyim, nəqliyyat vasitəsi deyim, yəni deyim. Onu sürməklə məşğul oluram deyə yəni belə çox. Nihat, belə bir şey deyim sənə. Kənardan çox belə yekəxana görsənirsən. Bu nədən irəli gəlir? Yəqin sinifdə ən yaraşıqlı oğlanlardan biri sənsən, hə? Ona görə özünü belə aparırsan. Mən məktəbdə deyərdim. Oo! Keçid alırıq Nahidə. Nahid. Bəli, Nahid, sən Masallıdan bizə qoşulmusan. bəli. Masallı rayon Danış Təzavlatdan. görüm, planların nədir? Gələcəkdə hansı sənətlə məşğul olmaq istəyərdin? Mən Masallı rayon Təzavlat kənd 1 saylı tam orta məktəbinin 10-cu sinifində təhsil alıram. Maraqlarım ən çox musiqi dinləmək, bədii kitab oxumaq.
kompüterdə video montaj işləri, nə bilim, video çəkilişlər. Gələcəkdə isə planım rejissor olmaqdır. Oo! Nə gözəl, bizə həmkar gəlir gələcəkdə, hə? İnşallah. İnşallah, inşallah hər birinizə uğurlar arzu eləyirəm. Hansı sənəti seçirsiniz, seçin. Tək ki, işiniz həmişə uğurlu olsun, irəli getsin. Mən isə keçid alıram ikinci turumuza. İkinci turumuzun ilk sualı belədir. Yaponiyaya gələn ilk Avropalılar. Vaxt getdi. Vaxtımız gedir. Vaxtımız gedir. Mənsə burada bir mahnı oxuyardım, amma vaxtımız azdır. 15 saniyə. Aha. Stop. Vaxtımız bitdi. Nahid, nə yazmısan? Vikinglər. Səhvdir. Nərmin, nə yazmısan? Türklər. Səhvdir. Avropalılar dedik, Nərmin. Yaponiyalılar olarım. Nihad, bəs sənin cavabın nədir? Mən əslində sualı başa düşmədim. Soruşursunuz. Axırda yəni başa düşdüm. Amma məncə cavabım da səhvdir. Mən fransızlar... Səsləndir cavabını. Fransızlar Yox, yox. Cavablar səhvdir. Doğru cavab isə Portuqaliyalılardır. Davam edirik və ikinci turumuzun ikinci sualı. 19-cu əsrin birinci rübündə Cənubi Azərbaycanın hakimi kim idi? Vaxt getdi. Vaxtımız gedir. Vaxtımız gedir. Vaxtımız. Vaxt bitdi və cavabları gözləyirəm. Cavablar var. Dostlar, təəssüf, bu suala cavab verə bilmədiniz. Cavab isə Abbas Mirzə idi. Keçirik üçüncü sualımıza və üçüncü sualımız belədir. Türk xalqlarının qədim əlifbası necə adlanırdı? Vaxt getdi. Bunu bilirsiniz, yəqin ki bilirsiniz, çox eşitmisiniz. Oy. Vaxtımız hələ var. Vaxt bitdi. Nihad, səsləndir cavabını. Latın yazmışam. Təəssüf, Nahid. Göytürk. Təəssüf, Nərmin. Latın. Yox, yox dostlar, doğru cavab yoxdur. Doğru cavab Runi. Dördüncü sualımız belədir. Qalakənd zavodunda istehsal olunan mis sonraki emal üçün hansı ölkəyə göndərilirdi? Vaxt getdi. Vaxtımız gedir. Cavabınızı gözləyirəm. Gədəbəydə istehsal olunan mis sonraki emal üçün hara göndərilirdi? Vaxtımız bitdi. Nihad, zəhmət olmasa cavabını səsləndir. Afrika yazmışam mən. Təəssüf, Nahid. Yaponiya. Yaponiya. Doğru cavab deyil. Nərmin. Yaponiya yazdım. Yox, yox. Bu doğru cavab deyil. Heç kim doğru cavabı verə bilmədi. Doğru cavab isə Almaniyadır. Tarix bölümümüz bitdi. Müəllimələriniz sizi deyəsən danlayacaq. Heç kim, heç bir suala cavab vermədi. Gəlin keçək üçüncü turumuza. Görək, üçüncü turumuzda xal qazana bilən olacaq ya yox? Sualımız belədir. Avropalılar onu birinci dəfə görəndə dəvə parad adlandırmışdılar. Onlar belə güman etmişdilər ki, o dəvə ilə leopardın hibrididir. Söhbət hansı heyvandan gedir? Vaxt getdi. Vaxtımız gedir. Məntiqdir, məntiq. Təəssüf, təəssüf, heç kim doğru cavab vermədi. Söhbət zürafədən gedirdi.
Keçid alırıq ikinci sualımıza. Ağac əkiləndə boyu 1 metr idi. Ağac hər il 1 metr boy artırdı. 5 il sonra ağacın boyundan 2 metr kəsildi. Ağacın boyu nə qədər oldu? Vaxt getdi. Vaxtımız bitdi, stop deyirəm. Birinci cavab verən Nihat idi. O cavabı birinci yazdı və doğru yazdı. Bəli, təbrik edirəm Nihat. Keçirik 3-cü turun 3-cü sualına. 1821-ci ildə Liz Braille ciddi görmə problemli insanların oxuyub yazması üçün əlifba tərtib etdi. Buna səbəb nə olmuşdu? Vaxt getdi. Məntiqdir uşaqlar. Nə üçün? Nə üçün tərtib edildi? Vaxtımız stop. Vaxtımız bitdi. Nail, cavabım var. Bəli. Səsləndir. Özü də gözdən məhrum idi. Yox, doğru cavab deyil. Nərmin. Görmək üçün. Yox, bu da doğru cavab deyil. Nihat. Mən bir-biriləri ilə əlaqə saxlamaq, mesaj düzgün yazmışam. Mesaj, yəni nəsə bir şey yazmaq üçün, məktub kimi. Kimlər üçün idi bu? Daha dəqiq. Gözdən əllər və körlər üçün belə deyim. Təəssüf Nihat, sən yaxın idin, amma tam dolğun cavab vermədiyinə görə cavabın qəbul olunmur. Dostlar, əsas səbəb müharibə idi. Əskərləri müharibədə səs eləmədən, pıçıltı ilə, işıq yandırmadan biri-birinə informasiyanı ötürmək üçün yaradılmışdı. Özdə ki, Napoleonun sifarişi olmuşdu. Keçirik 4-cü sualımıza. Çayları susuz, meşələri heyvansız, şəhərləri adamsız olan yer varmı? Vaxt getdi. Var elə yer. Sizcə var? Və haradır? Əgər elə yer varsa haradır? Vaxt bitdi. Var, bəli, var. Amma haradır? Antarktida. Antarktida materiki. Nihat. Var və səhralar. Səhra. Mən düşünürəm. Yox. Bu sualın doğru cavabı xəritədir. Məntiq. Nihat, özünə güldün, hə? Mən necə bu sualın cavabını tapmadım? Niyə? Nərmin, zəhmət olmasa telefonunu götürüb otağınla tanış elə bizləri. Ətrafı bizə göstər. Elə bu dəqiqə. Aha. Oy, bu kimdir belə? Bu nə gözəl bala. Siz bütün ailəlicə yarışırsınız. Nərmin, deməli sənə kömək eləyən kimsə var, hə, yanında? Onatı uşağına necə kömək eləsin? Gör nə qədər adam var sənin yanında. Əslində, dostlar, sizin yanınızda heç kim olmamalıdır. Siz otaqda tək olmalısınız. Hə, dostlar, fasilədən necə istifadə edəcəyik? Kimdən öz məharətini göstərib, buna görə də xal qazanacaq? Naid, de görək, nə rejissor olmaq istəyirsən? Televiziya, teatr, kino? Televiziya. Ən çox da səhnə arxası, yəni. Yaxşı, bəs bizə bugün bəlkə bir şeir deyəsən. Hal-hazırda mümkünsüzdür biraz. Nihat. Bəli. Ay Nihat, gülmə, çox gülmə. İndi sənin növbəndir. De görüm, sən bizə hansı mahnını oxuyacaqsan? Mən susma haqqımı işlədirəm. Necə? Susma haqqımı işlədim də mən, çünki mahnı oxuyacaq səsim yoxdur, həm də. Sən narahat olma, mən sənə kömək eləyəcəm. Mənim də belə
Çox səsim yoxdur, amma mən sənə kömək eləyərəm. Sən də yox. Ay aman, bu nədir? Heç kim xal qazanmaq istəmir. Nərmin, heç Bəli. olmasa sən bir aktivlik göstər. Mənim səsim uyğun deyil mahnılar üçün. Yox, uşaqlar, belə getməz, çox passivsiz. Bu nə fasilədir? Heç keçən verilişlərimizə baxmışdınız. Görmüsünüz necə fasilələr keçirdirdik biz? Mahnı, oxumaq, rəqs, boks. İndi özüm oxuyum, özüm oynayım. Mən tək kontrabasda. Yaxşı. Fasiləmiz alınmadı. Alınmadı, heç kim xal qazanmadı. Keçid alırıq 4-cü turumuza. 4-cü turumuzun ilk sualı belədir. İki qitədə yerləşən şəhər hansıdır? Vaxt getdi. Vaxtımız gedir. Vaxtımız gedir. Hələ də vaxtımız gedir. Uşaqlar yazın. Stop! Bitdi vaxtımız. Səsləndirin. Nahid səsləndir zəhmət olmasa. Ankara. Ankara. Doğru cavab deyil. Nərmin. Mən İstanbul yazmışdım, amma birinci o yazmışdı. Bəli, bəli. Birinci Mən yazdım. özünə əmin olan Nihat yazır. Doğrudur. Təbriklər. Keçirik ikinci sualımıza. İspaniya necə tərcümə olunur? Vaxt getdi. İspaniya necə tərcümə olunur? Vaxtımız gedir. Vaxtımız gedir. Stop, stop. Nahid səsləndir zəhmət olmasa cavabını. Ada. Doğru deyil. Nərmin. Yaddaş. Yaddaş. Yox, təəssüf. Nihat. Mən öküzlər ölkəsi yazmışam. Təəssüf. Dovşanlar torpağı kimi tərcümə olunur. Öküz hara, dovşan hara, hə? Keçid alırıq 3-cü sualımıza. 3-cü sualımız belədir. Göllərinin sayı ən çox olan ölkə hansıdır? Vaxt getdi. Göllərinin sayı ən çox olan ölkə hansıdır? Vaxtımız gedir uşaqlar. Fikirləşin. Aha. Və vaxt bitdi. Stop. Stop. Nərmin. Bəli. Cavabını göstər və səsləndir. Kanada. Bəli. Bəli, doğrudur. Axır ki, sən bu oyunda ilk doğru cavabını verdin. Bu Kanadadır. Təbrik edirəm səni. Diqqət, 4-cü turumuzun 4-cü sualı. Nauru. Bu kiçik ada dövlətin əhalisinin 95%-i artıq çəkiyə malikdir. Səbəb? Vaxt getdi. Vaxt. Stop. Stop. Vaxt bitdi. Cavabınız var? İnsan yeməkdir. Yox, yox. Bu doğru cavab deyil. Düşüncədən asılı ola bilər. Nərmin, sənin cavabın var? Düşüncədən asılı ola bilər. Yox. Nahid, bəs sənin cavabın var? Yeməklərin hazırlanması ilə bağlı ola bilər ya da fərqli cavab yoxdur əslində. Təəssüf ki, heç biriniz doğru cavab vermədiniz, ona görə doğru cavabı səsləndirim. Elə ciddi bir səbəbi yoxdur. Onlar sadəcə çoxlu yemək yeyib və hərəkət etmirlər. Ona görə hamısı artıq çəkidən əziyyət çəkirlər. Bax belə. Həll edici məqama gəlib çıxdıq. Həyəcan artır, xallar hesablanır. Görəsən bugün bizi kim tərk edəcək? Və finalda kimlər 50 manatlıq bonus hədiyyə uğrunda yarışacaq? Çox maraqlıdır, çox həyəcanlıyam.
Çox həyecanlı anlardı. Əslində tamaşaçılar yəqin ki artıq bilirlər. Sadəcə biz indi xalları toplayaq, görək kim neçə xal qazanıb. Nərmin, həyecanlısan, nə deyəsən? Bəli. Aha. Nahid, Bəli. çox rahatsan. Çox rahatsan. Heç də yox. Yəni elə görünə bilər, amma elə yox. Aha. Nihat, bəs sən? Məncə mən birinciyəm. Bəli Nihat, bəli. Doğrudur, sən birincisən. 4 xalla sən birincilikdəsən. Təbrik edirəm səni. İkinci kimdir? İkinci kimdir? Mənim. Görəsən Nihat'la kim mübarizə aparacaq? Kim? Çox sağ ol. Cəmi bir suala cavab verən Nərmin. Nərmin, təbrik edirəm. Çox sağ ol. Naid. Bəli. Ay Naid. İlk dəfədir ki, bizim oyunumuzda xal qazanmayan, heç bir suala cavab verməyən bir oyunçumuz oldu. Çox təəssüf. Çox sağ olun. Bütün dostlara uğurlar arzu edirəm. İnşallah qazanarsınız. İnşallah. Biz də sənə uğurlar arzu edirik və səndən sağollaşırıq. Çox sağ olun. Sağ ol. Keçirik finala. Finalımızın ilk sualı belədir. Eşidirsiniz məni, dostlar? Bəli. Diqqətiniz məndə olsun. Palindrom sözünün mənası nədir? Vaxt getdi. Nərmin fikirləş. Fikirləş. Bilmirsən. Bilmirsən? Nihat, bəs sən? Stop, vaxtımız bitdi. Cavab yoxdur. Ay, çox heyif, çox heyif. Doğru cavab isə belə idi. Palindrom sözünün mənası geri çevrilən deməkdir. Yəni, tərsinə oxuyanda da söz və ədədlər deyildiyi kimi qalır. Məsələn, kök. Əzizə, misal üçün. 11. Keçid alırıq ikinci sualımıza. Hansı heyvan yatmır? Vaxt getdi. Nihat çox tez, cəld belə yazmağa başladı. Tez. Vaxt bitdi. Görmürük, səsləndir. Bəyaz köpək balığı yazmışam. Səbəbi də ki, onların hansısa bir orqanı yox idi. Ona görə yatsalar öləcəklər. Ona görə daimi hərəkət edirlər. Yox. Nərmin, sənin cavabın var? Bayquş. Bayquş. Xeyr. Doğru cavab qarışqadır. Üçüncü sualımız belədir. İlk milli qiraətxana xalq arasında necə adlanırdı? Vaxt getdi. Qiraətxananın yaradıcısı kim idi? Vaxt bitdi. Cavab var. Təəssüf, cavab yoxdur. İlk qiraətxananı Nərman Nərmanov açmışdı. Elə onun adı ilə da bağlıdır. Bax, belə. Finalımızda doğru cavab hələ də yoxdur. Buna görə də biz keçirik əlavə suallara. Qırmızı dənizin duzluluğunun çoxluğu nə ilə bağlıdır? Vaxt getdi. Qırmızı dənizin duzluluğunun çoxluğu nə ilə bağlıdır? Cavablar deyin. Nərmin, səsləndir.
Buxarlanmanın çox olmağı ilə yazmışam. Buxarlanma ilə. Nərmin, sən səsləndir. Nə yazmısan? Nə bilmirsiniz? Oxu, oxu. Topik qurşaqda olması üçün Finalımızın ilk doğru cavabını və finalımızın qalibi 50 manatlıq bonus hədiyəni Nihat qazandı. Təbrik edirəm Nihat. Sənə görə çox sevinirəm, çox sevinirəm. Afərin, çox gözəl oyun getdi məncə. Nərmin, bəli. hisslərindən danış. Yəni dostum da qazansa da olar, qazanmasa da. Mən qazandım, nə fərq oldu yəni? Hə, o qazandı, sən qazandın. Nə fərqi var? Əsas odur ki, dostsuz, hər şey yaxşıdır. Verilişin əvvəlində dedin ki, mən məktəbin ən göyçək oğlanlarından biriyəm. Biz də şahidi olduq ki, həm də ən ağıllı uşaqlardan birisən. Təbrik edirik səni. Çox sağ ol. Fasilədən heç kim istifadə eləməsə də, mənə görə oyun çox maraqlı keçdi. Əgər siz də oyunumuza qatılmaq istəyirsinizsə, ya Instagram səhifəmizə daxil olub qeydiyyatdan keçirsiniz, ya da əlaqə nömrələri ilə bizlə əlaqə saxlayırsınız. Mənsə sizə hələlik deyirəm. Görüşərik.